Bu da bir problemdir, hə? Bəli, bəli. Dostluq nədir? İnsanın özü ilə münasibətidir. Özü ilə səmimiyyətidir. Özü ilə. Bəli. Özü ilə dost olmayan adam inanmıram kimləsə dost olsun. Vətən nədir? Vətən... Mən heç vaxt vətənə şeir yazmamışdım. Heç yazmırsınız. Yox. Deməli, bu yaxınlarda birini yazdım. Axırı belədir. Hərdən aramız deyir. Səbəbini indi deyirəm. Sən vətənpərvər şeir istəyirsən. Mən şeirpərvər vətən istəyirəm. Canım vətən. Qəşəng. Vicdan nədir? Vicdan insanın tanrısıdır. Başqa bir şeydir. Ya da hesabat anı. İkisindən biridir. Azadlıq nədir? Azadlıq odur ki, həddini biləsən. Xoşbəxtlik nədir? Xoşbəxtlik illüziyadır. İlğımdır. Sən onu burada axtarırsan, o başqa yerdədir. Gedirsən oraya görürsən ki, yox, gəldiyin yerdə qal. Həyatda ən çox reallaşan və reallaşmayan arzularınız varmı? Əlbəttə, reallaşan arzularım da var, reallaşmayan da, amma mən keçmişdən yaşayan adam deyirəm. Məsələn, mən deyəndə ki, dönənə qayıtmaq istəyirsən, deyirəm, yox, təzədən bir də bu boyda zülüm çək, Allah, yox, yox, elə ən salamatı sabahı görmək. Əla. Nə zamansa şəxsi həyatda ya işdə, belə deyib, boşluğa düşmüsünüz? Dəfələrlə. Mən ümumiyyətlə deyirəm ki, yaradıcılıq böhranı keçirməyən, depressiya keçirməyən adamlar hamısı istidadsız adamlardır. Yalnız istidadlı adam boşluğa düşə bilər. Mən sizə bir şey deyirəm, boşluğu başqa mənada götürək. Sən əgər uçmasan kosmosa, necə boşluqda ola bilərsən? Kimi sən uça bilirsən, qanadın var da. Yerlə sürünən adam necə boşluğa düşə bilər? Bəli. Filmlərdə və kitablarda hansı janra daha çox üstünlük verirsiniz? Mən demək, filmlərdə tez-tez kadrların dəyişməyini xoşlayıram. Dinamikanı. Dinamik olsun. Bəli, dinamik olsun. Yəni, biraz çox danışırlar, onu çevirən başqa kanal. Bizim verilişdə biraz dinamika azdır. Yox, bu verilişin formatı başqa. Mən filmdən söhbət gedirəm. Onda belə çıxır ki, Tarkovskinin filmlərinə baxırsınız ümumiyyətlə. Yox, baxıram. Biraz orada uzun kadrlar var. Yox, mən uzun danışanda, kadr dəyişməyəndə filmdə xoşum gəlmir. Yorulursunuz. Yorurum mən. Həyatda ən çox nədən qorxursunuz? Adamları tanımaqdan qorxuram. Yəni, bir cür tanıyıram. Başqa cür çıxır. Başqa cür çıxır, bəli. Qadınlarda ən çox qiymətləndirdiyiniz keyfiyyətlər? Qadınlarda ən çox qiymətləndirdiyim keyfiyyəti deyim də. Mən istəmirəm heç bir qadın kişi kimi qadın olsun. Qoy elə qadın olsunlar. Bəs kişilərdə ən vacib keyfiyyət? Mən istəmirəm ki, heç bir kişi qadın kimi kişi olsun. Qoy elə kişi kimi kişi olsun. Bununla Sovet aktivistası var, Ayşə Freundlich. Onun belə bir fikri var. Hörmət, dostluq və ehtiras. Bu üç şeyin cəmi sevgini yaradır. Bu üç şeydən biri olmayanda sevgi də olmur. Sizcə bu üç şey kifayətdir, yoxsa əlavə eləmək olarmı? Hörmət, dostluq və ehtiras. Mən ora bir kapsulada sevgi atardım. Hörmət, sevgi, ehtiras və o sevginin bir də onun üstünə gələrdi. Sevgi bir də gəlsin. Bir də gəlsin onun üstünə. Maraqlıdır. İndi fikirlər deyəcəm. O fikirləri ardını siz tamamlamalısınız. Hə, böyle. Əgər müharibələr olmasaydı, Müharibə haqqında bir dəfə yazmışam. Müharibə Tanrının, dünyanın insanın ixtiyarına verdiyi ayrı-ayrı məqamlardır. İnsan, mən əlimi çəkirəm, görək sən nə edirsən? Gözəl bir cavab. Yaşamaq ona görə lazımdır ki, Ona görə ki, ölmək lazımdır. mədəniyyət və ədəbiyyat ona görə lazımdır ki, Yəqin ki, bizi bu dəri, sümük və ətdən ibarət olan insanın bu iki şey olmasa, o elə dəri, sümük və ət olardı. maraqlı cavabdır. Həyatın müəyyən məqamlarından sonra anladım ki, yalnız irəli baxmaq lazımdır. insan kamilliyə yetişmək üçün Kamil də olmalıdır. kamil doğulmalıdır. Bəli, bəli.
Yaxşılıq etmək olar, amma bir şərtlə ki, Şərtsiz. Heç bir şərtlə yaxşılıq eləmək olmaz. Biz quşa dən atanda tutub onu yemək istəyirik. Yox, heç bir şərt. gözəl də var. Yox, ümumiyyətlə şərtlə yaxşılıq eləmək olmaz. Mən insanlıqdan bir şey tələb edərdim. Mən insanlıqdan əgər, yəni o ixtiyar mənə versə ki, nəyisə tələb edeyim, vallahi mən ondan özü olmağı tələb edərdim. Çünki onda yaşamaq maraqlı olur. Məsələn, cibgir özün, tutaq ki, din adamı kimi göstərməsin. Qoy cibgir kimi. Mənim cibgir dostum var, çox sevirəm onu. Yəni ki, bilirəm ki, bu adam uğurludur da, cibgirdir. Bu belədir. Misal üçün. Bu belədir. Və gizlətmir də, heç çölə də çıxmır yazıq, elə daim içəridədir. Çıxan kimi də yenə uğurur. Və heç harda o demir ki, insanlıq, ləyaqət, düzlük filan. Deyir, mənim işim nədir budur? Mən insandan onu istəyərdim ki, o nədirsə o da olsun. Mən o şəxslərə bir şeyi bağışlamıram və yəqin ki, heç bir zamanda bağışlamayacağam. Var elə adamlar ki, onlara heç nə. Çünki onlar, nədir, mənə özlərini tamam ayrı cür tanıdıqlar. Tamam başqa cür. Və illər keçəndən sonra məlum olub ki, bu adamlar. Və ona görə də mənim balaca bir şeirim var, orada deyilən ki, mən heç vaxt şeytana daş atmadım dost. Həmişə şeytan məni daşladı, mən sustum. Gözəl. Əgər sən ədalətli adamsansa, Ədalətli adamsansa şeytana daş atmayacaqsın. gözəl. Ümid hələ də ölməyib, ona görə ki, Deyirlər, heç sonda ölür. Ən sonda. Ümid heç sonda da ölmür. Yəni, baxın da, yer kürəsi hələ də nəyəsə ümid eləyir. Ədalətə, nəyə. Məncə, o heç vaxt ölməyəcək ümid. maraqlı. Bir daha dünyaya gəlmək şansım olsaydı, bu dəfə Bir daha dünya gəlmək şansım olsaydı, yer kürəsində, keçmiş SSR məkanında, Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, Ağdamda, Gülahlıda, Məmmədxanlar məhəlləsində, Ağsəkinin evində də olardı. əla. Mən o adamlara həsəd aparıram ki, Mən o adamlara həsəd aparıram ki, onlar hamıya həsəd apara bilirlər. əla. Həyat nədir? Həzərət, cəmi 3 suala cavabdır həyat. Kim, heç kim, hara, heç hara, nə vaxt, heç vaxt. Gözəl. Ölüm nədir? Ölüm gerçək həyatdır. Həyat yalancı ölümdür. Ölümsə gerçək həyatdır. Çox gözəl bir cavabdır. Və sonda gənc nəsillərə bir tövsiyə kimi bir fikir olsun. Gənc nəsillərə mənim həmişə tövsiyəm odur ki, bizə qulaq asmayın. Bizə qulaq asmayın. Bəli, yaşlılara qulaq asmayın. Niyə? Çünki elə şeylər var ki, onu ancaq gənclikdə eləmək olar. Biz indidən onları özümüz kimi davranmağa çağırırıq. Bu düzgün deyil. Uşaqlar haransa dağıtmalıdır, gənclər dalaşmalıdır, enerjilərini dağıtmalıdır, avtoşluq eləməlidir. Aydındır. Yəni biz də o dövrü keçmişdik. Biz də o dövrü keçdik. Biz özümüz eləmişik, istəyirik ki, uşaqlar eləməsin. Bu ədalət.